Time ümumi sınaq test imzahanına baxırıq. Ümumi sınaq 17. Quba üsyanına aid deyil. Komendant idarəçiliyin ən ağır formasının tətbiq olunması düzdür. Tiflisdə baş hakimliyə şikayət məktubunun göndərilməsi düzdür. Qəzada üsyan gedişində hərbi şuranın yaradılması xeyr. Quba üsyanı olub 37-ci ildə, Azərbaycan qəzalara bölünüb 40-cı ildə. Ona görə olacaq C. Atropaten hökmdar Artabazanın hakimiyyət dövrü üçün xarakterikdir. Selevklərin asılılığından çıxıb müstəqil olması xeyr. Kara döyüşündə Roma ilə müttəfiq olması xeyr. Roma ilə müttəfiqlik münasibətlərinin yaranması xeyr. Seleviklərin hücumuna məruz qalması bəli 223-cü ildə. Uyğunluğu müəyyən edin. Azərbaycan Respublikasının prezidentləri Ayaz və Əbülfəz Elçibəy. Dövlət atributlarının qəbul edilməsi oxşar 3A. Beynəlxalq regional təşkilatlara üz qəbul edilməsi bu da oxşar olacaq. Ayazın dövründə məsəl üçün 91-in sonunda qoşulmuşuq İslam Konferans Təşkilatına. Elçibəyin dövründə 92-ci ilin iyulunda ATƏM-i götürə bilərik. Deməli, oxşar olacaq B. Oxşara götürdük B-ni. Dövlət müstəqilliyinin Türkiyə Cümhuriyyət tərəfindən tanınması Ayaz 1-ə C. Şuşanın ermənilər Gəncdə hakimiyyətə qarşı hərbi qiyamın baş verməsi Əbülfəz Elçibəy 93 iyun ayında 2-yə D. Gəncədə hakimiyyətə qarşı hərbi qiyamın baş verməsi Elçibəyə dedik. Şuşanın ermənilər tərəfindən işğal edilməsi. Şuşa işğal olunub 92-ci ilin mayın 8-də bu zamanda müvəqqəti prezident Yaqub Məmmədov idi. Çünki Ayaz Mütəllibov Xocalı soyqırımından sonra istefa vermişdi mart ayında. Ona görə yeni heç birinə götürməyəcəyik. Biri olacaq C, 2-yə D, 3-ə də A ilə B, A variantı. 1866-cı il Prusiya-Avstriya müqaviləsi nəticəsində Alman İttifaqı yaradıldı. Xeyr. Şlezvig və Holşteyn Prusiya və Avstriya arasında bölüşdürüldü. Xeyr, bölüşdürülməyib. Çünki Alman İttifaqı 1814-15-ci yaradılmışdı. 66-cı il Şimali Alman İttifaqı idi. Almaniyanın birləşdirilməsinin birinci əngəl aradan qalxdı. Xeyr, birinci əngəl Danimarka idi 64. Prusiya krallığı böyük üstünlük əldə edərək gücləndi. Bəli. 5-ə baxaq. Xəritə sxemə əsasən Makedoniyalıların hərbi yürüyüşü ilə bağlı aşağıda qeyd olunmuş fikirlərdən doğru olanları seçin. Makedoniyalılar 5 rəqəmi ilə Hindistan 5, yəni Hindistan. 5 rəqəmi ilə qeyd olunmuş ölkənin ərazisi Makedoniyalılar tərəfindən tamamilə işğal edilmişdir. Xeyr, bilirik ki, İskəndər Hindistanın yalnız şimal-qərbinə qeyd. Deməli, bir səhvdir. Yalnız şimal-qərb olmalıdır. Biri çıxartdım, A-nı çıxartdım. 2. 3 rəqəmi, 3 aradı, 3 yoxdur, 3 Yunanistan. 3 rəqəmi ilə qeyd olunmuş ölkənin ərazisi Xeronoya döyüşündən sonra Makedoniya tərəfindən tamamilə xeyl dedi ki, Spartadan başqa. Ona görə 2 də ola bilməz, 2 də səhvdir. 3. 1 rəqəm, 1 Misir, 1 rəqəm ilə qeyd olunmuş ölkənin ərazisi Makedoniyalara müqavimətsiz təslim olmuşdu, bəli. 2 rəqəm, İran. 2 rəqəm ilə qeyd olunmuş ərazidəki dövlət Makedoniyalıların hücumlarının qarşısını ala bildi. Məsəl üçün, burada vardı Əhəmənilər qarşısını ala bilmədi. Hətta əksinə Əhəmənilərin varlığına son qoymuş. Deməli, 4-də səhvdir. 4 rəqəm ilə qeyd olunmuş ərazi 4 aradı Çin Makedoniyaların işğallarına məruz qalmamışdır, bəli. Olacaq 3 ilə 5 Y variantı. Çünki Makedoniya İskəndər Çinə yürüş etməyib. 3 ilə 5 Y variantı. Gəncə xanlığı, Şəki xanlığı, birləşdirmə siyasəti yetmələri xeyr Gəncəyə aid deyil. Quba xanlığının asli vəzifə düşmələri Gəncəyə aid deyil. Qacar tayfasının yerli nümayəndələr tərəfindən idarə edilməsi Şəkiyə aid deyil. Qarabağ xanlığına qarşı yaranmış ittifaqda iştirak etmələri. Qarabağ xanlığına qarşı yaranmış ittifaqda Qarabağ xanlığına qarşı bir ittifaqda bundan iştirak etməyiblər. Osmanlı dövləti diplomatik əlaqələr, bəli. Hər ikisi Osmanlı diplomatik əlaqələr yaradıb. 7. Sacilər dövləti Salarilər dövlətindən fərqli olaraq Sacilər Salarlərdən Azərbaycan Türk Salarlərin hakimiyyəti altında ilk dəfə vahid dövlətə birləşdirdi. Elə bunu götürə bilərik. Çünki birləşmə ilk dəfə idi. İlk dəfə Sacilər, sonra Salarlərdir. Yanlış variantı müəyyən edin. Əlincə qalası 14-cü əsrin sonunda müqavimətsiz tutuldu, düzdür. Yəni 1400-cü ildə də 1414-cü əsrə düşür. Əmir Teymur 99-cu ildə Şəki hakimliyinə qoşun yeritmişdi, bu da düzdür. Əlincə qalası müdafiəsinə rəhbərlik edənlərdən biri də Şirvanşah 1-ci İbrahim idi. Əlincə qalasına müdafiəsinə rəhbərlik edənlərdən biri də rəhbərlik edən yox. Çünki rəhbərliyi Sultan Əhmədov Sultan Tahir edirdi. Hamısına baxın. Şirvanşah 1-ci İbrahimin Teymurun ölümündən sonra Qarabağı və Gəncəni özünə tabi etmək üçün mübarizəyə başladı. Şirvanşah 1-ci İbrahim Teymurun ölümündən sonra Qarabağı və Gəncəni özünə tabi etmək üçün mübarizəyə başladı. Üsyana da qalxmış, hətta burada götürə bilərik.
1387-ci ildə Teymur 87-ci ildə Toxtamışın Buxara və Səmərqəndə hücumlarına görə Azərbaycanı tərk etdi, düzdür. Deməli, burada C variantı olacaq. Çünki rəhbərlik İbrahimin əlində deyildi. 9-cu suala baxaq. Uyğunluğu müəyyən edin. Konrad Adenauer, Willy Brandt, Helmut Kohl. Baxaq, Konrad Adenauer. Berlin səddinin dağıdılması. Sədd dağıdılıb 89-cu ildə. Adenauer gedib hakimiyyətin 63-cü ildə. Ona görə A ola bilməz. Deməli, birdən A olanları çıxardıram. Ölkəyə ucuz işçi qüvvəsinin gətirməsi düzdür. İqtisadi böhranlar və tətil hərəkatlarının baş verməsi düzdür. Sonra istifa verir məcbur qal. Deməli, 1-ə B-lə C olacaq. Willy Brandt. Əmək haqqının və təqaüdlərin artırılması, bəli. Sosial Demokratlar Partiyasının nümayəndəsi idi hətta. Aferin. Avropa İqtisadi Birliyinə daxil olması. Avropa İqtisadi Birliyi yarananda Willy Brandt yox idi. Konrad Adenauer idi. Ona görə olmaz. Şərqi Avropanın müharibədən sonraki sərhədlərin tanınması, bəli. Deməli, 1-ə B, C, 2-yə A, C. Helmut Kohl. Qərbi Berlin statusu haqqında vahid razılığa gəldikdə bu Willy Brandt'da olmaz, şərq siyasəti. ADR ilə dövlətlərarası münasibətlərin yaranma Willy Brandt'ın dövründə idi. SSR ilə danışıqların aparılması bəli. Deməli, 1-ə B, C, 2-yə B, 2-yə A, C, 3-ə də C. 1-ə B, C, 2-yə A, C, 3-ə də C, D variantı. Uyğunluğu müəyyən edin. Sirdaka sövdələşməsi 3-cü Dara ilə Makedoniya İskəndər arasında bağlanmışdı, xeyr. Sirdakka müqaviləsi Manna ilə Aşur arasında imzalanmışdı. Magneziya döyüşü Atropatena müstəqilliyini bərpa etmişdi, bəli, 190. Fraspa döyüşü Roma ordusu məğlub olub, şəhərin mühasirəsini əl çəkmişdi, bu da düzdür. Kara döyüşü Roma ordusu Parfiya ordusunu məğlub etdi, xeyr, Roma ordusu məğlub olmuşdu, Parfiya qalib gəlmişdi. Antonin yürüyüşü Albaniyanın Parfiyanın tabesinə keçməsi, xeyr, Anton Atropatena yürüyüş eləmişdi, olacaq 2 ilə 3, B variantı. Hadisə nəticə əlaqələrinin yanlış olanını müəyyən edin. Bakıda hakimiyyət uğrunda mübarizə erməni silahlı qüvvələrinin Laçını işğal etməsi 92 mayın 18-i götürə bilərik. Kəlbəcərin işğal edilməsi, Azərbaycan ordusunun Murovdağ istiqamətinə geri çəkilməsi düzdür. Xankəndiyə uçan helikopterin vurulması, respublikada ictimai-siyasi vəziyyətin gərginləşməsi düzdür. Kəlbəcərin Meşəli kəndinin Azərbaycanlılara qarşı soyqırım, gələcəkdə Kəlbəcərin işğalına zəmin yarandı, xeyr. Meşəli Kəlbəcərin kəndi deyildi. Ona görə deyil səhvdir. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə baş vermiş böhran dövrünə aid olmayan hadisələrini müəyyən edin. Deməli, 20-ci il mart ayının 30-da hökumət süqut eləyir. Bundan sonra hakimiyyət böhranı başlayır. Baxaq. Əskəran və aid olmayan deyir amma. Mart ayının 30-da başlamışdı. Əskəran və Xocalın ordumuz tərəfindən azad edilməsi aprelin 2-si götürə bilərik. Azərbaycan Komünist Partiyasının yaranması 20-ci ilin fevralı hələ hökumət istifa verməmiş, deməli 2 olmur. 11-ci ordu hissələrin AXC hüdudlarına soxulması aprel ayının 21-i götürə bilərik. Daha doğrusu 21-i qərar 26-27 götürə bilərik. Sovet Rusiyasının AXC ilk nota 20-ci ilin yanvar ayı, artıq bunda hələ böhran yoxdur, olacaq 2 ilə 4. Deməli, böhran başlayıb 20-ci il mart ayının 30-da. Amma bu Komünist Partiyasının yaranması ilk nota 20-ci ilin hələ əvvəllərdir. Ona görə bunlar böhran dövrünə düşmür. Olacaq 2 ilə 4, C variantı. Aşağıdakı cədvəldə hadisələrdən hansılarının yerini dəyişsək, xronoloji ardıcıllıq doğru olar. Səlcuqların Şəddadilərlə birlikdə Bizans erməni birləşmiş qüvvələr məğlub etmələri 1048. Səlcuqların Aran, Naxçıvan, Dəbilə ilk yürüş. İlk yürüş deyəndə 11-ci əsrin ilk 10 ili, yəni 10-a qədər, 1010-a qədər. Səlcuqların Azərbaycan fəthinin yeni mərhələsinin başlaması, bu Alparslanın hakimiyyətə gəlməsi təxmini 1063, təxmini 63 hakimiyyətə gəlmişdi. Səlcuqların Ön Asiyada başlıca hərbi siyasi qüvvəyə çevrilməsi 1071 Malazgirt, Böyük Səlcuq Sultanlığının tənəzzülünün başlaması 11-ci əsrin sonu, tam sonu. Yəni bu səlibçilər gəldikdən sonra, indi burada biz 1-lə 2-nin yerini dəyişməliyik ki, ardıcıllığımız düz olsun. Ən birinci qəlblər 11-ci əsrin ilk 10 illiyində. Xəritə və cədvələ əsasən doğru cavabları müəyyənləşdirin. Baxaq. 1-3-4. 1. İspaniya, 3. Fransa, 4. Almaniya. 30 illik müharibədə əsas mübarizə bu dövlətlərin hökmləri arasında gedirdi, bəli. 1 düzdür. 2. 2-5. 2 İngiltərə, 5 Portuqaliya. Böyük coğrafi kəşflərin sonra Asiya ölkələri ticarət bu limanlarda cəmlənmiş. Deməli, belə deyildi. Portuqaliya, Niderland, İngiltərə, PIN deyirdik. Portuqaliya, İngiltərə, Niderland götürə bilər. Deməli, 2 də düzdür.
2, 3, 4. İlk səlib yürüşünün ikinci dalğasını bu ölkənin cəngavərləri başlatmışdı. 2, 3, 4. 2 İngiltərə, 3 Fransa, 4 Almaniya. Xeyr. Bilirik ki, birinci səlib yürüşünün ikinci dalğasında Fransa, Almaniya, İtaliyadır. İngiltərə yoxdur. Ona görə 3 səhvdir. 1, 4, 5. 1 Portugal, 1 İspaniya, 4 Almaniya, 5 Portuqaliya. Habsburglar sülaləsi tərəfindən edilməsi xeyr, səhvdir. Reformasiya hərəkətinin qalib gəldiyi ölkələr 1, 2, 3. 2 İngiltərə, 3 Fransa, 1 İspaniya. Xeyr. Demişdik ki, reformasiya İngiltərə, Fransada qalib gəlib, bəli. Amma İspaniya da məğlub olmuşdu. Olacaq 1 ilə 2 C variantı. Verilənlərdən neçəsi 1847-ci kəndli əsasnaməsinə aiddir? 47-ci kəndli əsasnaməsinə. Baxaq. İslahat İrəvan quberniyasının sahibkar kəndlərinə aid edilirdi. Xeyr. İrəvan quberniyası 49-cu ildə yaranıb. Ona görə 1 ola bilməz. 15 yaşına çatmış bütün əhaliyə 500 torpaq, bütün əhaliyə yox, kişilərə 2 də ola bilməz. Bu qərar sahibkar kəndlərinə aid idi. Düzdür. Kəndli otlaqdan istifadəyə görə çöpbaşı vergisi ödəyirdi. Düzdür. 2 düzgün qərar. Kəndli 18 gün hamılıqla bir ara çıxmalıydı. Hamılıqla yox, evdən bir nəfər. Ona görə də bu səhvdir. Olacaq 2 düzgün cavab. Yaponiya burjuya islahatı nəticəsinə aid deyil. İmperatorun qanunverici icra hakimiyyətə malik olması Yaponiyanın burjuya islahatlarına aid deyil. İmperatorun qanunverici icra hakimiyyətə malik olması düzdür. Samuray dəstələrinin ləğv edilməsi düzdür. Vətəndaşlara azadlıqların verilməsi bu da düzdür. Knyazların qubernator statusu alması bu da düzdür. Tam söz oldu. Mülklərini itirən knyaz və samurayların dövlətdən torpaq almırlar, təqaüd alırlar. Ona görə Y səhvdir. Deməli, 1-ci Respublika ilə bağlı verilən fikirləri tamamlayın. Doğrunun altından doğru, yanlışın altından yanlış. 1-ci Respublika, yəni AXC-miz 1918-20. Doğru. Doğrunun altından doğru, yanlışın altından yanlış. 1. Neft sənayesi ilə bağlı milliləşdirmə siyasəti xeyr. AXC-miz milliləşdirmə aparıb. Deməli, A səhv fikirdir. İndi B-yə baxaq. Yuxarı Qarayazının Gürcüstana güzəştə gedilməsi. Yuxarı Qarayazı Gürcüstana veriləndə bu 2-ci Respublikadır. Deməli, B də səhvdir. Belçika, Hollandiya, Çexoslovakiya diplomatik nümayəndəlik açmağa başlaması götürə bilərik. Yanlış. Azərbaycanı öyrənən cəmiyyətin yaratması bəli yanlışdır. Demək, birinci fikir düzdür, dördüncü fikir səhvdir. Çünki Azərbaycanı öyrənən cəmiyyət yox, müsəlman şərqini öyrənən cəmiyyət yaranmışdır. Ona görə də 17-də olacaq C variantı. Yəni, birinci fikir düzdür, dördüncü fikir səhvdir. Səhv olanı müəyyən edin. Qüvvətül-İslam məscidi 12-ci əsrdə inşa edilmişdi, deyildi, düzdür. Yuxarıya doğru qatlanmış, yan çıxıntılı tağlar olan məbədlər, pagodalar tikilirdi. Əsasən Çində, düzdür. Avropada qot memarlığı meydana gəldi 12-ci əsrin sonunda, düzdür. İsfahan rəsədxanasının tikintisinə rəhbərlik etmişdi Ömər Xəyyam, tikintisinə yox. Tikintisinə Ömər Xəyyam rəhbərlik etməmişdi. Sadəcə astronom idi. Ona görə 18 olacaq D variantı. Qaraxanlı dövlətinə aid deyil. İlk vaxtlar əsas rəqibinin Samani dövləti olması bəli. Termiz şəhərinin əsas ticarət mərkəzi olması bəli. Bir qolunun Xarəzmşahlar tərəfindən süquta uğradılması düzdür. Ərazisinin Qaraqorum dağlarına qədər uzanması düzdür. 12-ci əsrin 40-cı illərindəki hissəyə parçalanması xeyr, 12-ci əsrin yox, 11-ci əsrin 1042-ci ildə. Davam eləyək. Rusiya və Osmanlı dövlətlərinin arasındakı sərhədləri müəyyən etmək üçün sazişin imzalandığı ərazinin xəritə müəyyən edin. Söhbət Nabur müqaviləsindən gedir. Nabur imzalanıb 1727-ci ildə Şamaxının Nabur kəndində. Şamaxı da olacaq 2B variantı. 49-cu il NATO-nun yaranması, 57 Avropa İqtisadi Birliyinin yaranması, 55-ci ildə isə Varşava müqaviləsi təşkilatının yaranması. El olacaq Y variantı. Heç oxumağa dəyməsin. Yunan təqvimləri YouTube-da ayrıca paylaşmışam. Baxa bilərsiniz, keçid edib, vaxtım aparmasın. Göstərilənlər aiddir. Ərəb tayfalarına istiqlaliyyət vəd edərək onları Osmanlı dövlətinə qarşı mübarizəyə təhrik edir. Təbii ki, İngiltərə heç oxumağa dəyməz axıra qədər. Olacaq D variantı, yəni İngiltərə. Çanaqqala döyüşündə Osmanlı üzərində ordu yerdən dövlətləri müəyyən edin. İngiltərə, Fransa 2-3 birbaşa. 24 olacaq C variantı. Daha əvvəl baş vermişdir. Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri 91 sentyabrı. Xüsusi torpaq mülkiyyəti formasının yaranması 1996. Konstitusiya Məhkəməsi 1998. Qadın problemləri dövlət komitəsi 98.
Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar hadisi ilk dəfə siyasi qiymət 1990. Daha əvvəl dediyinə görə götürəcəyik burada Y variantını. Yanlış variantı müəyyən edin. İlk xəlifələr dövründə Aralıq dənizinin qərbində yerləşən Suriya xilafətə birləşdirildi. Deməli, Suriya Fələstin yerləşir Aralıq dənizinin şərqində. Burada amma qərb yazıb. Deməli, A variantı səhv variantdır. İqamətgahı Təbriz olmuş Atabəy hökmdarının hakimiyyətə gəlməsi ilə iqamətgahı Bərdə olan Atabəy hökmdarının hakimiyyətdən getməsi arasında neçə il fərq var? Deməli, iqamətgahı Təbriz olmuş Atabəy hökmdarının hakimiyyətə gəlməsi. Təbriz olan bu Qızılhasan hakimiyyətə gəlib 1100 neçədə gəlmişdi? 86. Hakimiyyətə gəlməsi ilə iqamətgahı Bərdə olan Atabəy hökmdarının hakimiyyətdən getməsi 1175 Məhəmmədcan Pəhləvan. 75 indi hesablayaq. Altdan 5 çıxanda 1, 87 çıxanda 1, 11 il. Deməli 11 il arada fərq var. 27 olacaq B variantı. Birinci Rusiya-Qacar müharibəsi ərəfəsində baş verdi. Ərəfə deyirsə, yəni müharibəyə qədər. Kürəkçay müqaviləsi 1805 ərəfə deyil, müharibə dövrüdür. General Qulyakovun öldürülməsi, bəli, bu 1804 hələ müharibə başlamamışdı. Olacaq elə burada 28-də B variantı. Göstərilənlərə aiddir. Kərguzarlıq işlərinin Azərbaycan dilində aparılması, Rus məktəblərinin Azərbaycan dilinin icbari tədrisi təbii ki olacaq Vəli Axundov. İmam Mustafa Vəli nə idi? 54-59. 54-59 olacaq A variantı. Qızıl Ordu dövlətinin inzibati idarəetmə sistemi ilə bağlı yanlış olanı seçin. Baskaq vergi toplayırdı. Bəli, Ali Məclis, Ali icra edici orqanı idi. Məclis icra edici orqan deyildi. İcra edici orqan dövlət divanı idi. Məclis məşvərətçi orqanı idi. Ona görə də olacaq B variantı. 31. Azərbaycan Respublikasına aid olan hadisələrin xronolojiyasını müəyyən edin. Azərbaycan Respublikasına. Senzuranın ləğv edilməsi 98. Torpaq səhət haqqında qanun 96. Tanapın açılış mərasimi keçirməsi 2018. İlham Əliyevin ilk dəfə prezidenti 2003. Deməli 2-1 4-3 A variantı. 2-1-4-3 A variantı. Ardıcıllığın müəyyən edin. Latın imperiyasının yaranması 1204. Səlibçilərin Konstantinopol ələ keçirməsi, elə bu da ilk öncə ələ keçirib sonra yaradırlar. Deməli, bundan əvvəl gələcək. Qudüs kralının yaranması 1099, birinci xas hücum başlaması 1096 olacaq. 4, sonra 3, 2, 1. 4, 3, 2, 1 A variantı. Misir hökmdarı 1-ci Tutmosun hakimiyyət illərinə aid deyil. Nubiyan tabi etmişdi, düzdür. 2-ci minillikdə hakimiyyətdə olması düzdür. Onun hakimiyyət illərində Misir özünün ən qüdrətli dövrünü yaşamağa başlayır. Bəli, ən qüdrətli dövrü ilə burada bu 2-ci minillikdən başlamışdı. Misirin şərq sərhədləri Fərəd çayına çatırdı. Misirin şərqi yox, şimalda Fərəd çayına qədər çatırdı. Ona görə olacaq D variantı. Alban memarlıq abidələrinə aid deyil. Torpaq qala, bəli, Çıraq qala, Gövur qala, Əlincə qalası 9-cu əsrdir. Onda heç Albaniya yox idi. Xəritə və cədvəl əsasən düz cavabları müəyyənləşdirin. Deməli 3 Dərbənd, 1 Şirvan, 5 Gəncə, 2 Bərdə, 4 də Marağa. Baxaq. 3-5, 3 Dərbənd, 5 Gəncə. Monqolların birinci yürüş zamanı işğal edilməmişdir, düzdür. Xarəzmşah Cəlaləddinə qarşı bu şəhərlərdə üsyanlar baş vermişdi. 2 Bərdə. Bərdə üsyan yox idi, 2 səhvdir. Məziyyətlər sülaləsi dövründə Şirvanşahlar dövlətinin paytaxtı olmuşdu. Məziyyətlər 861, 1027, 1 Şirvan, 5 Gəncə paytaxtı olmayıb. Ona görə 3 səhvdir. Monqollar tərəfindən əhalisi qarşı divan tutulmuşdu. 1 Şirvan, 4 Marağa, düzdür. Buna götürə bilər. 1-dən 4. Yusif İbn Əbsac öz adına bu şəhərdə pul kəsdirmişdi. 2-3. 2 Bərdə, 5 Gəncə kəsdirməmişdim. Yusif İbn Əbsac öz adına pul kəsdirmişdi. Ərdəbildə, Marağada. Yəni Gəncə kəsdirməmişdi. Ona görə olacaq 1-dən 4. Fransa tarixinə aid hadisələrin xronolojiyasını müəyyən edin. 100 illik müharibənin başa çatması 1453, baş ştatlar 1302, o Atalier İngiltərəyə aiddir, Fransaya aiddir. Ona görə 3 olanları çıxardıram. Bir də baxıram ki, tək bir dənə cavab qalır. 4, 2, 1 Y variantı. Yəni Parisin bütün Şimali Fransanın ən böyük iqtisadi mərkəzi 13-ün sonu. 13-ün tam sonudur. Ona görə olacaq 4, sonra 1302, sonra da 1404, 4, 2, 1.
Məğlubiyyətin əvəzi çıxmaq və itirilmiş ərazilərdə iqtisadi və siyasi mövqeyi geri qaytarma nəzərdə tutan müharibə siyasəti necə adlanır? Təbii ki, revanşizm, yəni qisasçılıq. Ona görə olacaq C variantı. Xəritə və sxemə əsasən yanlış cavabı müəyyənləşdirin. Baxaq, 17-ci əsrdə ərazisində kitabxanalar mövcud idi. 3 Ərdəbil, 4 Təbriz düzdür. Bəylərbəlik mərkəzi olmalar 1, 2, 4, 1 Şirvan, bəli. Şamaxı, yəni Şirvan Bəylərbəli. 2 Gəncə Bəylərbəli. 2 də Gəncədə Qarabağ Bəylərbəli mərkəzi. 5 haradır? 5 də Naxçıvan. 3, 5. Osmanlı işğalına 1, 2, 4. A5 demirib, 4-ü deyilmiş. Təbriz Bəylərbəli mərkəzi. Deməli 1, 2, 4 Bəylərbəli mərkəzi olub. Amma Naxçıvan olmayıb da təbii ki. 3, 5. 3 Ərdəbil, 5 Naxçıvan. Osmanlı işğalına məruz qalmışdı, düzdür. Hər ikisi işğala məruz qalmışdı. 2, 5. 2, 5, 2 Gəncə, 5 Naxçıvan 16-cı əsrin son 10 illiyində Qarabağ Bəylərbəyiliyinə daxil olmaları. 16-cı əsrin sonunda artıq Qarabağ Bəylərbəyliyi yox idi. Çünki 1593-cü ildə Şah Abbas Ümumi Azərbaycan Bəylərbəyliyi yaratmışdı. Mərkəzdə Ərdəbil idi. Çünki o zaman bizim əlimizdə yalnız Ərdəbil, Xalqa, Qaradağ, Zəncan, Qəzvin, Lənkəran qalmışdı. Çünki digər bölgələrimizin hamısını Osmanlı işğal etmişdi. Fəzl ibn Məhəmmədin hakimiyyət illərinə aid deyil. Gəncə ətrafında xırda mülklərin ləğv edilməsi düzdür. Azərbaycanın cənubunda yerləşən dövlətlə dostluq əlaqələrin saxlanması rəvadilər düzdür. Azərbaycanın şimal-şərqində yerləşən dövlətlərlə qohumluq əlaqələrin olması Şirvanşahlar düzdür. Kür çayı üzərində Xudafərin körpüsünün inşası Kür çayı üzərində yox, Araz çayı üzərində. Ona görə olacaq D variantı. Verilənlər aiddir. Verilənlər qədim Çində nəticəsidir. Padşah hakimiyyəti və quldarların hökmranlığı sarsıldı. Xan sülaləsi devrildi. Təbii ki, Sarsardılar üçün eramızın 184-cü ilində.